Salam. Bugün demək istədiklərim var. Heç vaxtı belə mövzulardan danışmamışam, deməmişəm. Deməyim odur ki, Azərbaycan milləti yetərincə məni illərdir tanıyır və az da olsa xasiyyətimə də bələddir. Bəli, mən emosional insanam və bu emosiyalarım da heç vaxt haqsız yerə olmayıb. Nəyisə müdafiə etmək üçün həmişə emosiyalarım üzə çıxıb və bu emosiyalarımdan da heç vaxt sui-istifadə etməmişəm. Və bugün də çıxışımın səbəbi odur. Bütün günü gileylənən, efirlərdən gileylənən, musiqi mədəniyyətinin pozulmasından gileylənən musiqiçilərədir. Niyə ağzınızı sualıb oturmusunuz? Niyə susmusunuz? Sizə elə xalq artistləri, niyə elə adınızı yalandan alıb, ad olaraq bu xalqdan yeyirsiniz də, dolanırsınız da, ad olaraq istifadə edirsiniz də. Amma əmələ çatanda xalqın yanında durmusunuz.